Selam dostlar. Düğünü təbən 3 siçan tökmüşük. 3 siçan tökmüşük qabın içinə. Tökmüşük burada qalıb qeynəyib. Qeynəyəndən sonra bu düyünü təbən bir 20 dəqiqə qeynəyəndən sonra tökəcək süzəcəyik. Bədə süzəndən sonra bədə düyünü ki süzdük. Gələcəksiniz o qablamanın içinə 2-3 dənə 2-3 qaşıq yağ vurasınız. Bir həddi kapı. Vurandan sonraki yağı vurdunuz. Başlayacaqsınız. Yer almaları kətib düzəcəksiniz onun təkinə. Bu yer almaları ki düzdünüz. Tədricə halətdə düzüb böləcəksiniz yer almaları. Dana düzəlsiniz qablamanın təkinə. Bu həm eləyə bilərsiniz çörək qoyasınız, həm eləyə bilərsiniz yer alma qoyasınız. Elə məsələn beşlərin olar sizə ləzzət bəxş qəza. Düzüb böləcəksiniz, tabən tökəcəksiniz düyünün qablamanın təkinə, yer almaları. Bəzi yer almaları ki tökdünüz, gətirəcəksiniz. Başarısınız. 4-5 tane daha atına tuz vurun yer almanın üstündeki. Keyfiyatı yeməli olsun. Ondan sonra ki yer almanı ki düzdünüz. Başlayacaqsınız. Tuzu başlayacaqsınız. Düyünü tökəsiniz düz üstünə. Aramlıqla yer almanın üstünə. Az. Bəzəsi tökdünüz yer almanın üstünə. Qaşınla götürəcəksiniz. Bir zənnə bilərsiniz qatacaqsınız. Başarsınız da. Bir zənnə də tuz elə bu düyünün üstünə vurasınız. Ki tamam ləziz olsun. Bir qaşıq da yağ tökəcəksiniz düyünün üstünə. Bu bahis olar ki düz yeməli olar və xoşməzə olar. O da düyüdür, xidmətinizlədir. Bəzəz o bir dənə pambıqda ilə qoyacaqsınız. Pambıqda mən leylon salmışam sadə vari. Qoyub bunun qapağın üstünə. Ondan sonra qəşəng götdünüz. Nə mənadır? Qəşəng bunu götürəcəksiniz. Altına bu toy manəndi qoyacaqsınız. Tabən o yanmaya. Tabəm qoyasınız dəmə hududan 20 dəqiqə qalacaqdır. 20 dəqiqə, yarım saat. Ayağını qoyacaqsınız bu ama. Qoydunuz. Bəzən 20 dəqiqədən sonra düz dəm alıb və eləyə bilərsiniz, istifadə edəsiniz. Məmnun sizin lütfüzdən.